Demək, 6-cı sual budur, burada yazmışım. 6-cı sual belədir. Sual belədir, deyir ki, 10 nəfərin 19 yaş var, 15 nəfərin 21 yaş var, 25 nəfərin 24 yaşı var. Deyir, burada ən az neçə nəfər çıxarmalı yox ki, ən az neçə nəfər çıxarmalı yox ki, zəmfir. Bu yaşların ədədi ortalaması 21 olsun. Mən tutaq ki, 19 yaşda A nəfər götürürəm, 21 yaşda B nəfər götürürəm, 25 yaşda C nəfər götürürəm. Onda yaş dənlər nə olur? 19 A, 21 B, 24 C düzü olur. Sayılar da olur A, B, C. Təbii ki, burada bir məsələ var ki, A'mız 10 dənə götürürəm, B'miz 15 dənə, C'miz də 25 kimi götürürəm. Bunu həll edəndə, tənasüb kimi həll edəndə ona keçmirəm. Bizdə deyir ki, ən az nəqlə çıxarılması, təbii ki, biz ən çox götürməliyik, ABC-ni ən böyük götürməliyik. 3 ise 2A'ya bərabərdir. Biz deyirik ki, A'mızda neçədən ola bilər ki? 10'a kimi ola bilər də, 10 nəfər daxil. Və görür ki, A'mız 3'ə bölünədirlərsə, 3, 6, 9, 0 götürürlər. 0 alıb baxmayacaq, çünki o da ən böyük olacaq. 9 götürsün, bəli, A 9, onda C də 6 qalar. Yəni, C 6 qalacaqsa, 19 plus 10 nəfər daxil. 9 götürmüşsə 1 nəfər, 20 nəfər çıxarmış olacaq. İkinci yolda necədir? Bunların yaşları, yəni 19 vur 10, 25 vur 21, 25 vur 24, bu 1105'dir. Buradan çıxartdığımız, məsələn, tutaq ki, 19 yaşdan bir nəfər, X nəfər çıxardıram, 21'dən Y, 24'dən Z. Ümumi yaş cəvabı qalacaq və 50 çıxılsın, ümumi sayıda bu qalacaq ki, X plus Y plus Z. 50 çıxılsın, X plus Y plus Z, bu da 20'ə bərabər. Bu da tənasüb kimi həll ediləndə 2, 3, Z mənfi 55 olacaq. Mənfiyə vurub, indi diyoruz ki, ən az nə qədər çıxarmalıyıq da, düzdür. X-ə bir verəndə Z də 19 olur. Onda ən az nə qədər çıxarmış olur. 19 nəfər buradan çıxarılır, bir nəfər də oradan 20 nəfər. Hər iki həll də olur. Hər iki həll nəzərdə olurdur. 7-ci misal buradadır. Bu ədədlərdə orta bölənlərin neçəsi 15'ə bölünür. Əvvəl bunu belə dedik, 15'ə bölüb əbulun tapa bilərik, sonra orta bölənlərin sərəfədir. Və yaxud da mən tərsini eləmişəm. Əvvəl əbulun tapmışam. Əbul hər ikisi 4-0 olduğuna görə 10.000 vurulsun. 108'den 180'den əbul da 36'dır. 15'i çıxarmışam 2.000 vur 12'dir. Bunu da sağda vurgulara ayırmışam. Bu 2.000 vur 100. Bu da 202 vur 3'dür. Bu 2 bırakmışam 2 üstü 3. Vurulsun 3 üstü 1. Bu da 3 üstü 2 üstü 3, 5 üstü 3, yəni 1000 qalır. 2 üstü 6 vur 3 üstü 1 vur 5 üstü 3 alınır. Natural bölənlərə sayı tapanda qaydamız nədir? Bir mənalı qaydadır ki, üstlərin bir vahid artırıb bir-birindən vurur. Yəni 7 vur 2 vur 4, 56 olacaq. 8-ci misal isə biraz qismən sadə sualdır. Deyir ki, sinifdə müəyyən şagirdlər var. Azərbaycanla riyaziyyat, fizika, kimya fənləri soruşurlar ki, hansı ən çox istəyir. Bir axırda məlum olur ki, hər şagird 2 fən seçə bilər və Azərbaycan dilinə ən çox say olub, yəni ən çox seçilədir 14 nəfər, riyaziyyat isə ən az olub 6 nəfər, fizika, kimyanın sayı verilməyib, şagirdlərin sayı isə fərqli qiymət alar. Ən az halına baxıram, ən çox Azərbaycanla ən az riyaziyyat olsa, fizika 6 ola bilməz. Bir vahid yuxarı olur, 7 götürəndə 17 şagird olur, çünki bir fənli 2 şagird seçilə bilər, toplu 2'ye bölürük. Burada da 13 olanda 23 olur, ən çox da 23 ola bilər. 17 ilə 23, 17 və 23 də axildir, yəni onda 23'də 17 çıxıb plus 1 gələcək. Onda cavab olacaq nə? 7. Maraqlı bir sualdır, biraz diqqətli olmaq lazımdır. 18 komandadır, bir məğlub olanda 0 xal verilir, heç sonra 1 xal verilir və qalib olanda 3 xal verilir. Mən bunu əzbər ona görə bilirəm ki, yəni o sualı o qədər çox eləmişim ki, yəni yüzü əzbər bilirəm. Deyir, 430 bal olub, nəticədə oyun keçiriləndən sonra. Və deyir ki, indi hər məğluba 1 xal, nəticəyə 2 xal və qalibə 3 xal verirsək, xal dəyişikliyi nə qədər olar və yaxud da ümumi xal neçə vaxtda artar. Təbii ki, 18 oyundur, özündən başqa digər bütün komandalarda oynayıbsa 18 vur 17 böl 2. Niyə görə 2'ye bölürəm? Çünki mən
Tutaq ki, A komandası B komandasını oynayırsa, B komandası da A komandasını oynamış olacaq da, düzdür? Ona görə 2-yə bölməliyəm. Bu da 153 edir. Yəni, ümumi oyunların sayı 153 olacaq. Aydındır? 0A üstə gəl. İndi HCC olanda da nə deyil? Məsələn, tutaq ki, A ilə B, hər ikisindən bir xal verilir də. 2 vur, 1 vur B. Ona görə 2-yə vurmuşuq. Qalib olanda digər uduzur da, düzdür? 3 vur C. Burada da belli de. Bu bize lazım değil zaten. Neye göre diyeceğim. HCC olan komanda A ile B HCC bir oyun gelir de bu. Burada bu galip olursa bu da məğlub olur da. Yani 124 galip varsa 124'te ne var? Məğlub var da, düzdür? Düzdür mü? Onda A plus B plusu 153 değil. Yani sadece bunu ne götürseniz de bunu götürmezsen. Yani böyle değil. B plus C 153'tür. Bunu biz formal olarak yazmışıq. Biz tapırıq ki, bu ikisindən tapırıq ki, HCC 29'u qalib nə qədərdir? 124'dir. HCC 29'u qalib 124, HCC 29. Yəni 29 oyunda HCC olursa 58 bal qazanır. Bakın, burada da 124 galip varsa 124'te ne var? Məğlub var. Bunu 3 alır üstüne bunun 2 mislini gəlsin, 430 derece 100 var. Şimdi keçəydik. Bu şərtlə baxaq. 124 galip varsa 124 məğlub var. 29 HCC oyun varsa təbii ki 2 bal verilirsə 29 vur 2 vur 2. Hər iki komanda 2 bal verilir bax. Və 124 vur 3 612 eləcək. Artım nə qədərdir? 430 612-dən 430 çıxacaq. 182 olacaq. 10-cu misal idi. 9-cu misal 10-cu misal baxırıq. 1-dən 64-ə kimi stonlar var. Rəngləmiş stonlardır. Sual nə idi? Sual bu idi ki, deyir ki, ardıcıl olaraq otururlar. 1-dən başlayaraq ardıcıl otururlar. Sadə ədəd oturanların sadə də olma ehtimalı neçə idi? 13'də 13'də 4 idi. 13'də 4. İndi baxırıq, sadə ədədlərə baxaq. Əgər ilk 13 olsa 13'də 4 olmalıdır. 26 olsa 26 demək neçə olacaq? 13'də 4, 26'da 8, 39'da 12, 52'də 16. 64'də şimdi baxın. Burada da 65'e keçməyəcək. Aydındır? İndi baxırıq burada biz diqqətlə baxırıq. 13'də 4. Görə 13'də 4 alabilir. İlk 13'də görürük ki, 6 dənədir, 13'də 6 ödəmir. İlk 25'də 9 dənədir, 26'da 9 dənədir. Bu da ödəmir, 26'da 8 olmur. Amma 39'da görür 39'u 12 ödəyir. Və bunlar 39 dənə yerdə otururlar. 40-cıda oturmurlar. Düzdür? Və şərtimizdə ödəyir də. Düzdür? 39 dənədə otururlar. İndi bizdən nəyə soruşur? Deyir ki, oturmayanlarda sadə ədəd olmaması ehtimalı. Düzdür? Oturmayanlarda sadə 40'dan 64'ə kimi 6 sadə var. Sadə olmama nə qədərdir? 40'dan 64'ə kimi 25 dənə ədəd var. Sadə olmayanı 19 dənədir. 25'dən 19. Zaten olacaq 25'dən 19. Keçən dəfə ilk 5 sualı, bu dəfə isə 6'dan 10, növbəti 5 sualı izah edir. Aydın oldu?